nə də ona, demisən ki, arvadın cavan adamla gedib. Arvadı özündən cavana qoşulub gedən, sonra da o arvadı qaytaran kişiyə nə deyirlər? Millət Bu, yıza bu da bilər bu bu. da elədir. Nehrəmli Süleyman İsmayılovun da arvadı gedib şoförü ilə şikayət və ərizələr şöbəsinin müdiri 2005-dən ordadır. Onun da arvadı qəhbədir, bunun da arvadı qəhbədir. İlham Əliyevin yan-yörəsində olanların 99%-nin arvadı qəhbə, özləri də peysərdir. Hamısı da bizi izləyir, atırlar peysərə. Bundan 20 vermirdi ki, Baba Rzayev, burada deyil, Baba Rzayev deyir, Elman Əliyevi tapana 20.000 mükafat verir. Başlığa baxın. Rauf Oğraşoğlu yazıb ki, falsı Elman Əliyevi tapana Baba Rzayev 20.000 pul mükafatı verir. Qəhbənin balası ver də 20.000-mi. Elman Əliyev çıxır deyir ki, arvadın qəhbə olub, qaçıb, əlindən öpmüsən, qəhbə arvadını dala qaytarıb. Pis eləyib. Nəyə görə axtarırdın Elman Əliyevi? Yenə qəhbə arvadın qaçıb. Bəlkə arvadı yenə qaçıb Elman. Ola bilər. Olar o. Deyir, dadananla quduran bir olar. Arvadı, nə bilim, adam demək istəmir. Öz Mehriban padruqasıdır deyir, Mehriban Əliyev. Deyir də, burada kimsə M yazıb, M yazan, burada yazır kimdirsə. Mehriban xanım, mən sizə təşəkkür edirəm. Məni burada yazmağın nə konflikt yaratmaq istəyirsən? Yo, Mehriban xanım ola bilərmi? Burada bizim moderator var, Mehriban. Hə, ola bilər, o Mehriban xanım heç. O Mehriban xanıma təşəkkürüm bildirirsə, lap yaxşı. Hə, moderatorlarımıza yazar. Mən rəyə... Hə, görən burada elə biləm şey eləyirlər. Ya. Sən özün Türkiyəyə gedən adam deyirsən, məni kimi. Hə, ona görə baxıram ki, burada şey eləyirlər. İndi sözümün canı nədədir? Bizim xalqla, Elşad, bizim cəmaatla Kürdlər bir deyil. Valla bir deyil. Mən şad olam ki, oradakı Kürdlər kimi bizinkilər də hərəkət edir. Elə Azərbaycanda olan Kürdlər nətər qayrılırlar? Elə bizdə vəzifədə olan Bəylər Əyyubovun qohum əqrəbəsi Kürddürlər də. Promo Kürdistana Kürdlərə yardım eləyəndir də. O vaxtı DTX-nın işçisi olub da nədir o biri var, Ərəstun Oruçdu. O özü qayıtdı dedi ki, keçmiş Azərsunun rəhbəri, o balacaboy var idi, bir Sustika oxşayan Zahid Oruca. Onun əlindən Bəylər Əyyubov hələ neçə il bundan qabaq demişdi, mən o çıxışına baxmışdım. 10 milyon pulu PKK-ya keçirdi. 10 milyon bəylər. Heydarın özü də... 10 milyon nədir? Yəni da, hələ 10 milyon pul deyil, o kuruda. Bir kesizməyə, suya ayrılan puldan, bütçədən. Ona görə bugün hava soyuq olanda su donur. Nə bilim, Azərbaycanda bugün növbə ilə sular verilir. Azərbaycanda olan Kürdlər də bir-birini saxlayırlar da. Ona görə onları bura gətirdilər də, qurban sənə. Ona görə bəylərin qardaşı olunun məlum olur ki, Türkiyəndə 15 hektar torpağın içərisində, nə bilim, meçidləri, villaları, hətta şeyi var, nədir o, gəmilər, zatlar gəlir ora, portu var. Belə şey, ona görə qayrılar. Və ona görə məlum olur ki, Bəylər Əyyubovun qardaşı oğlunun az petrollar, 100 neçə dənə az petrolu var da. Bunlar da birdilər də. Bunlar da birləşib Azərbaycanlıları, Azərbaycanda yaşayan digər millətləri qayrılar. Və bunlar kimdir ki? Onlar birdilər. Bu gün də ona görə əl çəkmək istəmirlər. Onun Azərbaycanın mərd kişiləri, Azərbaycanda yaşayan digər millət, elə Kürdlər də var, bu gün azından ölür. Bizim məhəllə uşağı var idi o vaxtı mikrorayonda, daha adını deməyəcəm, Laçından idi. And olsun Allaha, Laçınlı idi, pasportunda Kürd yazmışdı. Rus pasportu idi, milliyyəti Kürd yazmışdı pasportunda. Məhəllə uşağımın Laçınlı idi. Amma azından ölürdü. Bir dənə balaca maşını var idi, tikintilərdə ora-bura kraska, nə bilim, veş-vüş daşıyırdı. Hamı o demək deyir ki, hamısı yaxşı yaşayır. Yox, o hakimiyyəti ələ keçirmiş bəylər və onun ətrafı, hamısı bu günlər, Ramiz və onun ətrafı, bu günləri Yezidi Kürdlərdir, Yezidi Kürdlərdir, onlar Kürd deyirlər. Ermənistanda Yezidi Kürdlərlə, Yezidi Kürd deyəndə bunun sifətini soxursan, Allahım onu nəhlət eləsin sənə. Axşam vaxtı. Allahın və yaratdığı bütün